Bizim memarlıq tarixi müəllimimiz vardı, Elmira xanım Hüseynova. O dedi ki, mən işmirəm, sən şeir yazırsan. Şeirləri götür, mən baxım, mənə maraqlı gəlir. Mən də şeir dəftərimi verdim. Səhər gün gələndə mənə dedi ki, sən əməli başı şairsən ki, bura niyə gəlmirsən, gedirdin filologiyaya. Mən də deyirəm ki, yox, mən fərqli memar olmaq istəyirəm. Yoxsa filologiya fakültəsinə çox böyük asanlığa girə bilərdim. Dedi, niyə görə? Dedim ki, çünki mən araşdırmışam. Memar, rəssam olan şairlər daha fərqli şeirlər yazırlar. Çünki onların dünyanı, fəzanı, qavrama qabiliyyətləri tamamilə fərqlidir. Sonralar mən öyrəndim ki, məsələn, məşhur yazıçılardan Max Frisch, Viktor Nekrasov, Andrey Vazinski, hətta Orxan Pamuk, Nobel mükafatçısı memarlıq fakültələrində oxuyublar. Mən Bakıda anadan olmuşam. Amma uşaqlıq illərim, orta məktəb, Əlbaram şəhərində, indiki Şirvan şəhərində keçib. Hələ orta məktəbdə oxuyanda məktəbin direktoru artıq məni tanıyırdı. Yəni 4-cü sinifdə oxuyan bir şagird üçün bu qeyri-adi bir şeydir. Çünki mən əl qabiliyyətimə görə, çox gözəl xəttimə görə yazılarımı lövhəyə vururdular. Komsomol Projektor deyə bir divar qəzetisi var idi. Yuxarı sinif şagirdləri arasında karikatura çəkənlər tapılmadığına görə 4-cü sinif şagirdi kimi mənə çəkdirdilər o karikaturaları və çox belə məzəli xatirələr var bu karikaturalarla bağlı. Komsomol komitə katibi gəlir mənə deyirdi ki, məsələn, 2 alan uşaq, dərsə gecikən uşaq, müəllimin sözünə baxmayan uşaq haqqında karikatura çək. O vaxt Krokodil jurnalı vardı, kirpi vardı. Onların ruhunda nəsə bir şeylər uydururdum özümdən. Kimlərin ki adları oraya yazılırdı karikaturanın altına. Gəlin mənə yaxalayırdılar. Deyirlər ki, sən bizi biabır edirsən məktəbdə. Mən də deyirdim ki, mən sizi heç tanımıram axı, sizi biabır eləyə bilərəm. Deyirlər ki, sənin çəkdiyin karikaturaların altına bizim adımızı yazırlar. Mən də deyirdim ki, valla mən heç onları çəkəndə sizin heç birinizi nəzərə almıram. Ona görə siz dərslərinizi yaxşı oxuyun, müəllimənin sözünə baxın ki, adınız ora düşməsin. Yoxsa mənim sizinlə hər hansı bir şəxsi qərəzliyim yoxdur. Əslində bu istedadmı deyək, vergimi deyək, bunların mənşəyində hər halda atamın rolu var. Çünki atam elektrik mühəndisi idi. Daima evimizdə çertyojlar çəkirdi, evimizdə kitablar çox olurdu. Atamın çox məzəli uşaqlara və yaxud iş yoldaşlarına yazdığı şeirlər var idi. Və onlar da vaxtaşırı bizə deyirdi. Hətta bizə də şeir yazmışdı övladlarına. Məzəli belə şeirlər idi. Mən indi dərsliklərdə çıxan uşaq şeirlərinə baxanda deyirəm ki, atam bunlardan yaxşı yazırdı. Mən bütün dərslərdən yaxşı oxumağa baxmayaraq, qızıl medal verməsinlər deyə çox qəribədir ki, hərbi hazırlıqdan, rəsm xəttdən və s. yox, məhz Azərbaycan dilindən 4 verdilər. Məndə də bir növ kompleks deməyim, biraz belə daxili bir etiraz hissi yarandı ki, mən hamıya sübut edəcəm ki, Azərbaycan dilini çoxlarından yaxşı bilirəm. Və bu dilin yeri gələndə heysiyyətini də çəkəcəm, qeyrətini də çəkəcəm. Türkologiya və yaxud filologiya fakültəsinə hazırlaşırdım. Qəfil istiqamətimi dəyişdim və memarlığa hazırlaşdım. Çox yüksək qiymətlərlə balla memarlıq fakültəsinə 1-ci il daxil oldum. Əlbaram şəhəri 57-ci ildə salınıb, orada yetişən nəsildən ilk ali təhsilli memar mən oldum. Çünki mən 61-ci ildənəm, şəhərdə 57-ci ildə salınıb. Memarlıq fakültəsində oxuyanda tələbə yoldaşlarım hamısı bilir ki, mən şeir yazıram. Orada hamı şəkil çəkirdi. Çünki ixtisas rəsm idi. Yaradıcılığa başladım ilk vaxtlardan rus dilini kifayət qədər yaxşı bilirdim. Baxmayaraq ki, rus sektorunda oxumamışam. Və türk dilinə çox böyük həvəsim vardı hələ o vaxt. 80-ci illərdə. Mən məsələn 79-cu ilə aid dəftərlərim var, mühazirə dəftərlərim. Mən o mühazirələri türk əlifbası ilə, latınla yazmışam. Latın əlifbasından keçəndə mən heç bir çətinlik çəkmədim. Çünki artıq yazırdım. Naxış, xəttatlıq istiqamətimə yön verən, təkan verən əsas hadisələrdən biri oldu ki, 1980-ci ildə ixtisas praktikası üçün biz haradasa 40 gün Səmərqənd şəhərində yaşadıq. Hər gün o abidələrlə nəfəs aldıq, onların naxışlarını, yazılarını, görkəmlərini akvarellə, qələmlə çəkdik. Mən o biri tələbələrdən fərqli olaraq naxışa yönəldim. Naxışa və xəttatlığa. Çünki bizə tapşırıqlar vermişlər ki, ümumi mənzərələri çəkin. Müəllimimiz bir baxdı, çox bəyəndi. Dedi ki, o biri uşaqlar da çəksin bunu. Və mən bugünün özündə də həmən yəni o aldığım stimulu həyatımda davam etdirirəm və
Görün aradan neçə il keçib? 46 il. Və Azərbaycan naxış sənətinə və yaxud xəttatlığa öz imkanlarım daxilində müəyyən yeniliklər gətirə bilmişəm. Uşaqlar üçün təsviri sənət ensiklopediyası var. Orada mənim bir işim verilib. Sonra 3 Respublika sərgisində iştirak eləmişəm və bütün bu fəaliyyət ədəbiyyatla paralel gedib. Yəni heç vaxt onları ayırmamışam. Memarlıq fakültəsini bitirdikdən sonra 83-cü ildə əsgərliyə getdim il yarım. Orada da yenə rəsmlər çəkirdim, şeirlər yazırdım, türk dilini öyrənirdim. Bütün bunlar bir növ mənim xarakterimi, şəxsiyyətimi, fəaliyyətimi yönləndirdi və formalaşdırdı. – 1985-ci ildə əsgərlikdən qayıtdım və Əlbaram şəhərində 18 rayonda yol kənarı obyektləri layihələndirən bir təşkilatda işə girdim və orada artıq memar kimi işləməyə başladım. Orada çox maraqlı bir yenə hadisə baş verdi. 91-ci ildə SSR dağıldı və mən bir tələbə yoldaşımdan Türkiyəyə getdim. Bir aya yaxın orada qaldıq. Oradan yalan olmasın 2 çamadan kitab gətirdik. Türk tarixinə aid, türk dilinə aid, türk mədəniyyətinə aid. Çünki onlara təşnə edir. Onlar yox idi. Kitabların bəhrəsinə indi baxın. O işlədiyim yol istismar idarəsində girişdə Sovet İttifaqı Komünist Partiyası Mərkəzi Komitəsinin siyasi bürosunun üzvlərinin şəkilləri vardı. SSR-də dağılmışdı, artıq kommunizm ideologiyası yox idi. İdarənin rəisi mənə dedi ki, mən də komsomolçu idim, komsomolun katibi idim. Mənə dedi ki, komsomol, bunlara deyir, neyniyək? Adamın heyfi də gəlir, hazır lövhələrdir. Dedim ki, o çox asandır. Dedim, nə elə bilərsən? Dedim ki, onların yerinə Türk dünyasının dahiləri. Belə bir başlığı qoymaq olar. Və orada başlamaq olar ta ki, İbn Sinadan, Nizamidən, Füzulidən, Nəsimidən, Atatürkdən, Teymurləngdən, Mətədən xəyali portretlərini çəkə bilərik və mən rəngli qələmlərlə bu adamların portretini işlədim. O kitablardan istifadə etməklə. İşlədim və bunları vurdum. Uzun illər o şəkillər orada durdu. Hələ də durur. Oraya gedən adamlar heyrətlənirlər ki, 92-ci ildə belə bir şey eləmək və kaş yəni o layihəni, ideyanı bütün Azərbaycan müəssisələrində, məktəblərində tətbiq eləyəydilər. 91-ci ildə öz şəhərimizdə memar işləyərkən şəhərdə hardasa bir 20-yə yaxın küçənin adını, o bolşeviklərin, kommunistlərin adlarını mənim təklifimlə İcra Komitəsi dəyişdi və sırf milli fəxarət yerimiz olan insanların adları ilə dəyişdi. Orada məsələn Heyran xandan tutmuş Əmirova, Qaraqarayeva qədər, hətta Nəbati, Seyid Əbülqasım Nəbatinin adına küçə var. O dövrdə hər şeyi yeniləmək istəyirdi. Elə bir ki, zəncirlərimizi qırmışdıq, azad fəaliyyət göstərməyə can atırdıq. İcra Komitəsində memar işləyəndə Rasim Qarazı gəldi mənim otağıma, tanış olduq. Nəysə, oradan buran söhbət elədi. O dedi ki, mən istəyirəm ki, sən təkcə memar yox, elə belə ədəbiyyatla da maraqlanırsan. Mən dedim ki, hə, mən uzun illərdir şeir yazıram. Dedi ki, bəlkə biz elə səylərimizi birləşdirək, bir qrup yaradaq, ədəbi qrup. Bir nəfər də var idi, o da belə avangard şeir yazırdı, müasir, sərbəst. İsmail Bayramoğlu. Üçümüz birləşdik. Azərbaycanın 5-ci şəhəri olan Əlbayramlıda Azərbaycan ədəbiyyatının ilk ədəbi qrupunu yaratdıq. Adını da qoyduq Baca. Xəzər jurnalının 91-92-ci illər üçün Vaqif Bayatlı Cəbrayılzadə bizi ədəbi qrup olaraq çap elədi. Bizim orada manifestimiz vardı, loqomuz var idi, haqqımızda qısa yazılar var idi və məramımız var idi. Biz nə istəyirik? Plus şeirlərimiz. Bu, Azərbaycan ədəbiyyatında yeni bir səhifə açdı. Bizim ardımızca başqa ədəbi qruplar yarandı. Yəni ki, ədəbiyyat təkcə yazıçılar birliyinin ətrafında yox, kənarda da artıq qruplar halında yaranmağa başladı və bu çox təqdir olunması halı idi. 93-cü ildə artıq vəziyyət çox gərgin idi. Aclıq, işsizlik, torpaqların işğalı, yəni bütün bunlar hamısı bizə vurulan mənəvi və maddi yaralar idi. Təsadüfən mənim bir qrup yoldaşım Rusiyada Türk İnşaat şirkətində işə girdi. Zəng elədi ki, sənin kimi bir adam axtarılır. Mən dedim ki, mənim kimi yəni necə? Dedi ki, türk dilini bilsin, rus dilini bilsin
memar olsun, bizə kömək eləsin. Mən işdən icazə aldım, getdim ora və orada 3 gün işlədim. Nə bacarıram göstərdim. 3-cü gün tamamında müdir məni çağırdı otağına. Dedi, sənin işi çox bəyəndim, səni özümə mavin götürürəm. Burada nə qədər maaş aldığımı soruşdu və onun 4 qatını təklif elədi. Biz orada bir neçə obyekt tikdik Stavropol şəhərində. Rusiyadan qayıtdıqdan sonra mən ora gedən adam deyildim. Çünki kifayət qədər maddi imkanım da var idi. Rasim də gəldi və biz artıq fəaliyyətimizi daha geniş bünövrədə davam etdirməyə niyyətinə düşdük. Azad Yazarlar Ocağını yaratdıq. Azərbaycanda ilk ədəbi hərəkat. Ona bəzən Alatoran hərəkatı deyirlər. O bizim Rasimlə birgə təsisçisi olduğumuz Alatoran jurnalının adından. Alatoran adını mən qoymuşdum. Başladı çap olmağa. Alatoran jurnalı buraxdıq. Öz antologiyalarımızı buraxdıq üzvlərimizin. Hardasa bir 40-50 adam bizim sıralarımıza birləşdi. Hətta bizim buraxdığımız Alatoran jurnalı Cənubi Azərbaycanda da Xerox yolu ilə çoxaldılıb satılırmış. Biz sonralar öyrəndik bunu. Tərcüməçiliyə həvəs əslində ilk şeirlərimi yazdığım dövrdə yaranıb. 76-cı ildən hesablasaq 50 ilə yaxın. 900-dən çox dünya yazıçısının əsərini Azərbaycan dilinə çevirmişəm. Bunların arasında məsələn 270 şeirini tərcümə elədim. Mirzə Şəfi Vaziyetdə var. Almanca sətirlərdən qafiyəli şeirlər. Mopassanın hardasa 50-yə qədər hekayəsini və bir romanı tərcümə eləmişəm. Yüzlərlə Rus şairi, 30-40 Azərbaycan yazıçısı və s. və axır. Yəni sadlamaqla qurtarmır. Bugün mən Azərbaycan jurnalında tərcümə şöbəsinin müdiriyəm. Artıq o şəxsi təşəbbüsümlə eləmək istədiyim, tərcümədə və yaxud da ədəbiyyatda eləmək istədiyim şeyləri Azərbaycan jurnalının açdığı meydanda eləyirəm. Yəni sağ olsun baş redaktorumuz İntiqam Qasımzadə buna kifayət qədər imkan yaradır. Keçən il hardasa may ayında mənə Gürcüstandan zəng elədilər. Dedilər ki, Gürcüstan Pen klubunun 10-cu toplantısı olacaq. Sizi ora dəvət edirik. Mən deməli orada olanda 3 gün ərzində yarım saatlıq bir panel oldu mənim iştirakımla. Oktay Kazımov adlı bizim həmyerlimiz var orada. O da mənim şeirlərimi tərcümə eləmişdi. Hardasa bir 60 nəfər vardı zalda. Onlara deməli mən Azərbaycan ədəbiyyatında elədiyimiz yeniliklərdən danışdım, şeir oxudum. Hər şeirdən sonra əl çalırdılar və heyrətlənirdilər ki, biz elə bilirdik Azərbaycanlılar ancaq gülə bülbülə şeir yazırlar. Yəni siz tamamilə başqa belə səbkidə şeirlər yazmısınız. Kiçik şeirlər yazma səbəbim əslində onları xırda kağızlara yazmağımdan irəli gəlir. Kağızda ağ yer bitənə qədər şeiri bitirmək, bu dar yerə sığışmaq zorundayam sanki. Sonra da həmin kiçik şeirlərin kiçik kitablarda çapı gəlir gündəmə. Bunlar hamısı düzələr. Tək oxucumun ürəyi məni anlamayacaq qədər kiçik, gözü isə dar olmasın. Yaşadığım otaqlar qədər xəyallarıma dar gəlir bu kağız, bu dünya, bu göy üzü, bu yer üzü. Yersizlikdən hələ miniatür rəsmlər qaraladığımı demirəm. Sırf imkansızlıqdan heç rəsm çəkmədiyimi təkcə özüm bilirəm. Hər cür imkansızlığa rəğmən az qala əynimə geyib yaşadığım bu dar mənzildə hərdən bir nəhəng göydələn layihələri barədə düşündüyümü isə yanlış anlaşılar deyə kimsəyə açmıram. Mən həyatıma razıyam, ümumilikdə götürəndə. Ola bilər, məsələn, 20 il, 30 il çap olunmamışam. Məsələn, mənim ilk kitabım son 27 il ərzində yazdığım şeirlərin cəmi idi. Mən kifayət qədər nikbin adamam. Çünki daim yaradıram, özümü ifadəyə çalışıram. Başa düşürlər, düşmürlər. Bəzən bugün başa düşmədiklərini, şeiri və yaxud naxışı, rəsmi 10 il sonra, 15 il sonra başa düşürlər. Yəni, bu da göstərir ki, o sənət heç də dəyərsiz deyil. Sadəcə olaraq öz xiridarını, sərrafını gözləyir.